Hər kəs öz ölçüsü ilə özün yaxşı adam tanıyır. Heç kəs özün pis adam bilməz. Heç kəs özün hoqqabaz bilmir. Hər kəs özün yaxşı adam tanıyır öz ölçüsü ilə. Amma insanın öz ölçüsü başqadır, Allahın ölçüsü başqadır. İnsan görürsən, bax, biz bir-birimizi necə gözəl qiyafələrdə görürük. Bu bizim özümüzdən asılı olmayaraq bu cür yaranmışıq biz. Bu dünya qiyafəsidir. Amma qiyamətin günündə hansı qiyafələrdə dirilib məhşərə gələcək, o bizim özümüzdən asılıdır. İslam alimləri buyururlar ki, insanların əməlləri qiyamətin günündə insanlara qiyafə düzəldər. İnsan var tülkü surətində gələr. İnsan var it surətində gələr. İnsanın əməli insana qiyafə düzəldəcək. Qiyamətin günündə bir alim